Salam Nurayna, hər vaxtınız xeyir olsun. Bəli, sənin də vurğuladığın kimi birinci beynəlxalq iqtisadi forum artıq öz işinə başlayıb. Açılış mərasimində prezidentin köməkçisi Şahmar Mövsümov çıxış etdi və o prezidentin ünvanladığı məktubu izləyicilərin, daha doğrusu qonaqların diqqətinə çatdırdı. Qeyd eləmək istəyirəm ki, bu forum bugün başlayıb və 2 gün davam edəcək. Sabah artıq yekun hissəsi baş tutacaq. 2 gün ərzində Azərbaycana təşrif buyurmuş qonaqların sayı 1000-dən çoxdur. Hazırda bu zalda da 1000-dən çox qonaq buyurub və dövlət dünyanın hər bir yanından əsasən də iqtisadiyyat nazirləri, turizm nazirləri, kənd təsərrüfatı nazirləri yer alır ki, onlar panel müzakirələrində çıxışlar edəcəklər və çıxışlarında öz ölkələrindəki müəyyən problemləri dilə gətirəcəklər və Azərbaycanla birlikdə həmin məsələlər ətrafında necə fikir mübadiləsi aparmaq lazımdırsa və hansı layihələri irəli sürmək lazımdırsa, məhz bu istiqamətdə öz fikirlərini irəli sürəcəklər. Və qeyd etmək istəyirəm ki, ölkə başçısının müraciətində də, məktubunda da Azərbaycanın iqtisadi tərəfdən inkişafı ilə bağlı informasiyalar diqqətə çatdırıldı. Qeyri-neft sektorundan neft sektoruna qədər olan hissələr, neftimizin Azərbaycan neftinin Avropa ölkələrinə satışı ilə bağlı məsələlər diqqətə çatdırıldı. Bununla yanaşı yaşıl enerjinin sürətlə inkişafı, əsasən də Qarabağ bölgəsində, Şərqi Zəngəzur bölgəsində evlərin, eləcə də digər infrastrukturların yaşıl enerjiyə uyğun formada necə təkmilləşdirilməsi də diqqətə çatdırılan əsas mövzulardan biri oldu və Azərbaycan həqiqətən də ekoloji tərəfdən çox inkişaf edir və bu istiqamətdə də Azərbaycan qlobal forumlara ev sahibliyi edir ki, onlardan biri də COP29 idi ki, Azərbaycan COP29-a da ev sahibliyi edərək Azərbaycandakı müəyyən çatışmazlıqların dünya təcrübəsinə əsaslanmasını və daha yeni nailiyyətlərin əldə edilməsi üçün fikir mübadilələrinin aparılmasının vacib olduğunu diqqətə çatdırdı və bu gün də bu iqtisadi forumda da dünyanın hər bir ölkəsinin, eləcə də Azərbaycanın nazirləri çıxış edəcəklər panel müzakirələrində. Məsələn, suyun daha səmərəli istifadəsi, suyun daha da şəffaf formada istifadə olunması ilə bağlı hansı layihələr irəli sürülməlidir? Daha sonra kənd təsərrüfatında hansı istiqamətlərdə çatışmazlıqlar varsa, bunların aradan qaldırılması istiqamətində görüləcək işlərin panel müzakirələrində müzakirəsi aparılacaq və yerli media ilə yanaşı xarici mediada buradadır ki, biz hər bir informasiyaları sizin diqqətinizə çatdırmağa, kadrları göstərməyə çalışacaq 2 gün ərzində və bir daha xatırladıram ki, bir neçə dəqiqə öncə başladı. Başlama mərasimində ölkə başçısı prezident İlham Əliyevin ünvanladığı məktubu Şahmar Mövsümov izləyicilərin, qonaqların diqqətinə çatdırdı. Hələlik deyəcəyim informasiyalar bundan ibarətdir və növbəti saatda daha nələr müzakirə olunursa sizin diqqətinizə çatdırmağa çalışacağım. Məndən hələlik bu qədər.